Deməli, bugün sizə paylaşacağım vacib bir iğne paylaşacağım. İnşallah tam ətraflı şəkildə YouTube kanalımda olacaq. Onu baştan deyim. Xahiş edirəm, profilin üstündə YouTube kanalımın linki var. Oradan girib YouTube kanalıma daxil ola bilərsiniz. Sizdən xahişim odur, videonu bəyənin. Deməli, bu gördüyünüz kimi göyərçinlər üçün və cücələr üçün vurulacaq vaksilindir. 6 cür xəstəliyin müalicəsidir bu. Mən bunun tərkibini oxumuşam. Çox gözəl effekt de verir. Bundan 6-7 ay qabaq vurmuşdum. Çox gözəl effekt verdi. İndi yenə almışam. Yenə vuracağım inşallah. Sadəcə olaraq bu qablar eyni oldu. Amma bunda biraz bu deyəsə çoxdur. Eyni qabdır. Birini cücələrə almışam. Birini göyərçinlərə. 50 milimlikdir. 100 milimliyi də var. Gördüğünüz kimi temperatur 25-50 derecede 0.5 ilə. Bu da həmçinin elə 50-100 milimliyi var. Ha, bu 100 milimliyidir. Bax, bu gördüğünüz kimi çoxdur içində. Bunun isə azdır. Mən də fikirləşirəm, bu niyə belə azdır deyə. 50 milimliyində belə olur. 50 dənə heyvana gedir. Bu ucu gedir 100 dənə heyvana. Deməli, bunu vurma qaydasını göstərəcəm bu şprisdə. Bir dənəsindən 3 dənə quşa vurursunuz. 30'dan. 30, 60, 90. Bir dənəsini 3 dənə quşa. İnşallah düşürəm yerə vururam. Çünki qış gəlir, heyvanlara vurmaq vacibdir. Həmçində biri göyərçinlər üçün, biri cücələr üçün. Bundan yəqin göyərçinlərə vuracağım 100 milimliklə. 50'ni də saxlayacağım cücələrə. Çox xəstəliyin kaktoliozdur, nə bilim, çox bildiyim xəstəliklərin qarşısını alır. Hətta paralizdə məndə heyvanların heç birinə bir şey dəymədi. Quşda qatdım işte. Bir dənə quşum xəstələnmədi. İnşallah ki, alın, vurun, məsləhətlidir. Həqiqətdən çox məsləhətli dərmandır. Süd kimidir. Çalışıb vurun. Saat 1'dir dostum. Kuşlara iğne vurdum. Gördüğünüz gibi bakın iğne hazırdır. Burada olan kuşlarımın hamısına vurdum. Sadəcə olaraq yerləri qaranlıqdır deyə çəkə bilmədim. İndi keçirəm o bir iğne. Hazırlayıb vuracağım, o bir iğne keçirəm. Deməli, tək olduğum için göstərirəm sizə necə vurulur deyib iğne. Baxın, sinəsinin belə tüləydədir quşların çoxusu. Gördüyünüz kimi yüzdədir. Yüzdədir. Geçirdiniz mi bu kaydı? Yavaş yavaş fırla. Yavaş yavaş vur. %8'de indi. 70 Ekim. Görüyorsunuz, bu biri. Pakistan'ımıza vuruq indi. 40 Ekim'i. İkisi. Köhnə kuşlara biraz qan dərisinə çətin girə bilər. Bu da 3'ü. Baxın. 3 dənə kuşa. Birincinin şübhəsi 3 dənə kuşa vurursunuz. Biraz şübhəsi çəkmək çətindir bu iğnəni. Süd kimidir deyə. Görürsünüz də yəqin ki. %80 kimidir aslında. Ben 70 kimi var ha, birinci kuşa. 10 milli aşağı çəkirəm deyərik. Keçdik bu mayamıza. Maşallah kuşlar ay boydadılar.
Yiyip yatmaktan. Görmürəm. Çox olar sonra. Yerindədir. Vəssalam. Kimin nə sual olsa yazar, cavablayaram. Özüm çətin ola belə vurmaq.